Amma orada da bir məsələ var. Biz yaxşı toxunuruq ona. Bəli. Orada onları kim sürür aslında? O taksi, digər şeylərdə fəaliyyət göstərənlər, digər işlərdə fəaliyyət göstərənlər sürür. Bəli. Amma məsəl üçün mən Dubayın özündə mən görməmişəm hansı ərəb şeyxi gəlsin, hansı nə bilim Toyota da gəlsin, nə də gəlsin. Daha yüksək lüks bu maşınlar, Lexusdur, nə bilim Mercedes-dir, digər yuxarı səviyyəli maşınlar yəni demək istəyirəm. Gəl. Bu mən heç kimdən ayırmaq istəmirəm. Sadəcə olaraq adamın bir şeyi var da, büdcə var. Büdcəsi var. Adamın büdcəsi var. Adam bilir ki, mən bunu ala bilərəm özümə. Bilərəm və mən buna baxa bilərəm. Siz deyirsiniz ki, mən heç kəsdən ayırmaq istəmirəm. Onda gəlin belə danışaq. Azərbaycanda mənim kimi istər iş görməyi olsun, istər düşüncəsi olsun, istər kontakt olsun, istər texniki məlumat olsun, istər danışıq qabiliyyəti olsun. Nə qədər insan var? Azdır. Az nə qədərdir? Rəqəm deyin də. Yox, mən deyim. Məsələn 5, 10, 20, 35, 40, 55, 100 nə qədər olar? 200? Yəni ümumi əgər Azərbaycanı bütün götürsək, Azərbaycanı götürün. Nə olsun bir maksimum bir 100 nəfər də. 100 nəfər maksimum olsun. 10 milyon içində 100 nəfər. Bəs deyirsiniz hamımız eyniyik. Allah bizi eyni yaratmayıb. Allah bizi eyni yaratmır. Allah bizi yaradanda müəyyən özəlliklərlə yaradır. Mən nəyə görə bugün kiməsə dalınca düşməliyəm ki, abla taksidə bunu alma. Mən taksimi işlədirəm. Mən onlara maşınımı satıram. Mən deyirəm ki, kütləvilik var taksidə. 30 min maşın Dubaya götürək. Dubayda həmişə fikir verirsiniz Toyota Camry-dir. Düzdür? Maşın neçə il işləyir? 10 il, 12 il, 7 il, 700 min, 800 min kilometr. Düzdür? Taksi ideyası budur. Bəs niyə biz Azərbaycanda Camry və yaxud da ki, buna bənzər 700 min kilometr gedən maşın seçmirik? Niyə mən investorumu bədbəxt edirəm? Belə baxanda Camry seçirlər də. Camry məşhur, Azərbaycanda məşhurdur. Xeyr, bugün Camry çox bahadır. Bahalanıb da, aydın məsələdir. Yəni bahalamamışdan qabaq yəni çox alınırdı mən bildiyim. Yox. Camry-ni ancaq biz alırdıq ki, lüks maşın kimi özümüz sürürdük. Camry biz taksi istifadə etməmişik. Yox, taksi məsələsində mən demirəm, ümumiyyətlə deyirəm. Mən dedim ki, baxın. Etibarlı maşınlar ümumiyyətlə gələndə mən yadımdadır, mən özüm alanda, elə o vaxt alanda. Məsəl üçün mənə deyirdilər ki, okey də, gücün çatmırsa, Mercedes, BMW da o tərəflərə gücün çatmırsa, bax məsəl üçün Toyota-ya, Nissan, onların müəyyən bir modelləri var, yaxşıdırlar həqiqətən. İndiki o Koreya maşınları hansı ki var idi, Koreya maşınları oradakı indi Çinin statusundaydı. Bir şey soruşum, nə görə Birləşmiş Ərəb Əmirliyi Qətərdə Kitay maşınları bizdə qədər məşhur deyil? Hansı nə məşhur? Birləşmiş Ərəb Əmirliyi Qətər. Nə məşhur deyil? Kitay maşınları bizdə qədər məşhur deyil. Tamam, orada onlar şeyə qaçmırlar axı. Orada Serabna onsuz da ucuz gəlir də o maşınlar. Yaxşı. O Toyota'nın özü digər onsuz da ucuz gəlir. Bundan onsuz da yaxşı bir maşını ucuz ala bilirsə. Okay, bəs yaxşı. Mən də Dubaydan gedib maşını gətirib burada sürə bilirəmsə, onda nə fərqi oldu? Ya Dubaydan gəlib gətirirsək, burada əlavə o şeylər gəlir üstünə. Nə qədər qiymət fərqi olur? Aşağısı bir 30-40% olur da fərq. 30-40% rəqəm olaraq deyirik. Məsəl üçün belə deyək, Camry boyda bir kitayski maşın alsam, bəli. Neçəyədir? Qiymətlərlə bağlı, mən çətinlik çəkərəm. Ya da 22 min dollar. Məsəl üçün deyirəm, Camry boyda, Camry standartında. Siz Dubaydan alma deyirsiniz. Yox, elə Kitaydan alıram. Kitaydan alsınız. 20-22 min dollar. Çünki ölçülər və segmentasiya fərqlidir. Mən Dubaydan 1 il ya da 2 il işlənmiş və yaxud da Kitaydan 1 il 2 il işlənmiş Camry ala bilərəmmi? Ala bilərəm. Düzdür? Bu neçəyə gəlib çıxır? Sizin qiymətini hesablayacağam 20% daha baha. Yəni 27 min dollara. Düzdür? Bu Dubayda mən görmüşəmmi bu Camry? Gecələr 200 manat pul alıb bu. Bəlkə danışmayım. Dubayda bu Camry 700 min kilometr gedir. Zapçası və ustası varmı? Bizdə də var, orada da var. İtə tökdülər belə deyək. Düzdür? Köbut desək. Mən dəqiq bilirsinizmi ki, mən o kitayski maşını 300 min kilometr sürə biləcəm? Bilmirik. Mən deyirəm sürə bilməyəcəyik. Çünki texnolojik olaraq elədir. Amma onlar da eksperimentə getmirlər də. Dubayın özünə eksperimentə getmir. Biz eksperiment edirik. Baxın, danışıq çıxır. Bir şey soruşum. Sən o qədər mi varırsan ki, eksperimentə gedirsən? Bu deyil söhbət. Sən budur söhbət. Sən bu eksperimenti cahil eləyər də. Sən o qədər ya da var eləyər. Bunu qoy ərəb eləsin də. Ərəb eləsin, mən də tanıyım, özüm alaram da sonra.